Biz Lənkəran çayımızla öyünsək də, Azərbaycanda çay istehlakı əsasən ithal hesabına ödənilir. Son illər ithal kəskin şəkildə artıb. Məsələn, təkcə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 12.893 ton çay ithal olunub ki, bu da əvvəlki ilin eyni dövrünə görə həcm baxımından 3,3% çoxdur. İthalın artması daxili tələbatın yüksəlməsi və yerli istehsalın çatışmazlığı ilə əlaqələndirilir. Azərbaycan çayını əsasən xaricdən, xüsusilə ənənəvi çay ölkələrindən alır. Rəsmi məlumatlara görə Azərbaycana ithal olunan çayın təxminən 80% Şri Lankadan gəlir. Çayın ithalında ikinci yeri Rusiya tutur, təxminən 9,1% payla. Üçüncü yerdə isə Hindistan gəlir. Hindistan mənşəli çayın ithaldakı payı son illərdə artaraq 4,6%-ə çatıb. Bundan əlavə, daha cüzi həcmdə çaylar Kenya, Vyetnam, Türkiyə, İran və Gürcüstan kimi ölkələrdən də gətirilir. İthal coğrafiyasının geniş olması Azərbaycan istehlakçılarının müxtəlif növ və markalı çaylara əlçatanlığını təmin edir. Azərbaycan çay bazarında zaman-zaman saxta çay mövzusu gündəmə gəlir. Bura həm keyfiyyətsiz və standartdan aşağı çayların saxta etiketlərlə satılması, həm də bəzən çayın tərkibinin qəsdən dəyişdirilməsi halları daxildir. Ümumilikdə aparılan rəsmi yoxlamalar ciddi sistemli saxtalaşdırma probleminin kütləvi olmadığını göstərsə də, istehlakçı şikayətləri və mətbuatda çıxan xəbərlər müəyyən narahatlıqlar doğurur. Son illərdə sosial mediada və xəbər portallarında bir neçə diqqət çəkən hadisə yayılıb. Məsələn, bəzi məşhur yerli markalı bağlamadan qurbağa çıxması haqda fotolar sosial şəbəkələrdə geniş müzakirə olundu. Bu iddia cəmiyyətdə şok effekti yaratdı və məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də bildirildi. Araşdırmalardan sonra məlum oldu ki, dələduzlar məşhur markanın adından istifadə edib saxta çay hazırlayırmışlar. Lakin bu saxta məhsulun marketlərə necə yol tapması müəmma olaraq qaldı. Bu olay saxta qablaşdırılmış çay probleminin real olduğunu göstərdi və istehlakçıları markalı məhsulları alarkən ehtiyatlı olmağa sövq etdi. Bundan əlavə, sosial şəbəkələrdə bəzən populyar çay markalarının saxta variantları barədə xəbərdarlıqlar edilir. İstifadəçilər bildirirlər ki, böyük həcmdə ucuz, keyfiyyətsiz çaylar ölkəyə gətirilərək məşhur markaların qutularında qablaşdırılır və hətta üzərinə saxta holoqramlar vurulur ki, istehlakçı bunları orijinaldan ayıra bilməsin. Belə iddialar xüsusən arıqlama çayları və bitki çayları segmentində də eşidilir. Bu kimi paylaşımlar geniş yayıldığından rəsmi qurumlar da ictimaiyyəti diqqətli olmağa çağırır. Yerli mediada çayın keyfiyyəti ilə bağlı digər bir problem boyalı çay fenomenidir. Bəzi hallarda rəngi tünd olsun deyə qara çayın kimyəvi boyalarla işlənməsi barədə məlumatlar dolaşır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, boyalı çayı müəyyən etmək üçün onu suda dəmləyib çökməsinə diqqət yetirmək lazımdır. Əgər dibində çökmə və bulanıqlıq yaranırsa, bu çayın saxtalaşdırılmış ola biləcəyinə işarədir. Belə çaylar potensial olaraq sağlamlığa ziyandır. Yerli bazarda sertifikatlı brend məhsullarda bu cür hal aşkarlanmasa da, ölçü ilə satılan və ya qeyri-məlum markalı ucuz çaylarda boyalı çay riski istisna edilmir. Azərbaycanda ciddi saxta çay qalmaqalları az olsa da, dünya praktikası bu məsələnin nə dərəcədə aktual olduğunu göstərir. Məsələn, qonşu Türkiyədə 2024-cü ilin sonunda Kənd Təsərrüfatı və Orman Nazirliyi qida sahəsində həyata keçirdiyi yoxlamalar nəticəsində 7 çay markasını ifşa edib və onların məhsullarında təbii olmayan qida boyası aşkarlandığını elan edib. Sosial mediada ortaya çıxan bəzi olaylar Azərbaycanda saxta çayın istisna olunmadığını göstərir.